Assalamu alaykum hörmətli savaqdaşlar. Tayyibə dərsxanamıza xoş gəldinizlər. Biz bugün fiqh dərsimizin 26-cı dərsini oxuyumuz. Biz bugünkü dərsimizdə zakatның ikinci türü bolğan zakatul fitr, yəni fitr zakatı haqqında toxtalımız. Onda olsa biz dərsimizi başlayırıq. Bismillahirrahmanirrahim. Zakatul fitr. Biz ilgirki dərsimizdə degəndək zakatul fitr Ramazandakı günahlarımızdakı kafareti. Yəni ro'zalarimizni yamaydı. Kam qalğan, xatalıqlar güzəb qalğan, mundaq yerlərini oңşaydı. Əmdi zakatul fitrinin hükmü nə desə, zakatul fitrinin hükmü vacib. Onun hükmü kimlərə vacib? Yecibu ala kulli hurrin muslimin sagirin aw kabirin zakarin aw unsa. O hər bir hürgə qulğa vacib emas. Müslümanğa, kafirə vacib emas. Kiçik olsun, çoğ olsun, er olsun, ayol olsun, sarang olsun, saq olsun, əgər əsli hacetidən aşqan bir nisabqa yetken bolsa vacib. Əsli hacetidən aşqan miqdar degan qanchalik, yəni bir normal yaşı üçün kitaylik uyda nəsi var. Bundaq adam üçün vacib. Kimlər üçün çıxarıdı? Özü üçün çıxarıdı. Balları, kiçik ballar üçün çıxarıdı. Buaq balı olsun çıxarıdı ve hizmetçiler üçün çıxarıdı. Yani uyda hizmet qıldığan, yemekiga, içmekiga iyi olğan bunda hizmetçilerden mi çıxarıdı. Onun vaxtı qaçan desə, bunun vaxtı toğur olğan vaxtı, yani vacib olğan, əbzəl olğan vaxtı emas, çıxırıb qalsa, ada tapıdığan vaxtı qabla yevmil fitr. Yani heç gün üstün ilgiri çıxasımı buludu. Ama qaçan vacib buludu? Heç günüsü tan etiş bilen vacib buludu. En əbzəl vaxtı qaçan? Əbzəl vaxtı heç günüsü tan atqan deyinkin heç namazdan ilgiri. Heç namaz oxuşun ilgiri en əbzəl vaxtı. Ama heç namazdan keyin çıxası şu, yani toğru. Ama heç günüdən keyin çıxası şu, bu mekruh vaxtı. Ba'di yevmil ayd. Heç gündən keyin çıxası mekruh, ama yine çıxırışı gerek. Nimelerden çıkarımız? Pul mu? Ya ki başka belgelenen bir nəsələ bağ mı olursa, bağ çıkırdığın nəsə, onun türü ve miqdarı buğday. Qançilik? Nisf sa. Nisf sa. Təxminən 3 kilo ətrafıda. Xorma 1 sa 3 kilo ətrafıda. Nisf sa degenimiz 1,5 kilo ətrafıda. Xorma 1 sa. Apa 1 sa. Quruq üzüm 1 sa. Əmdi bu nəsələrinin tapanmaqalıqım olsun, qimmetini, pulusunu bəsək bulandı, bizden Hanefi məzəbdə buladı. Mana bu zakatul fitrininki hükümləri. Əmdi kimlərə birimiz zakatul fitrini, zakatni kimlərə bərgən bolsaq şulağa birimiz. Zakatni kimlərə birimiz? Qur'anda bayan qılanğan 8 türlük urunğa birimiz. Zakatni xərcləydiğən urun birincisi pəqirlə. Qulda heç nəsi yox. Pekirle. İkincisi miskilla. Kulda azraq bir nəsi var, amma turmuşluğu yetməvatıdır. Ya ki işləvatıdır, işligini turmuşluğu yetməvatıdır. Bunun birimiz. Pekir, kulda heç nəsi yox, amma işləmədi. İşləşki qadir, bunun birilməydi. İşləşki qadir olmasa birildi. Ondan kin el-amiluna aleyha. Zakatның xizmetçilerine verildi. Yani zakat yığışqa, zakat idaresi kuruldu. İslam devleti o vaxtda şu zakatını toplaşqan məsul kişilərə verildi. Ondan keyin qalbini mail qilish üçün kafirlərə verildi. Bu bir qancha xil türlük buladı. Birincisi kafirlərning zinindən saqlanish üçün verildi. İkincisi ularning qalbini İslamga mail qilish üçün verildi. Ondan keyin qul azad qilishqa, onun deyinkin qarız dağı. Yani qarız kep qalğan. Qulda o qarizin tülügüdək pulusu yox. Bunda qarız dağı bölüdü. Ama qarız kep qilishlan onu toğır qılmaydı. Qarız kep qaldı ama onun başqa da pulları var. Onu toğır olmaydı. Onun ki fisabilillah Allah'ın yolunda. Allah'ın yolunda yani göstərsənlər, hadis-i şərif və Peyğəmbər sallallahu əleyhi və səlləm fisabilillah desə iki xil nəsini göstərdi. Birisi cihad yani mücahidlər. İkincisi hacılar. Şuna cumhur ulemalar fisabilillah'ni hacılar ve guzatlar deb tefsir qiladi. G'azilar.
g'ozilar ya'ni jihad ketadigan saymonlarni olsin bo'ladi deydi. Ondan keyin ibn sabil musofir. Qanday musofir? Yurtidan aloqasi uzilib qolgan musofir. Yo'lda pulisi yetmay, yurtidan uzilib qolgan, aloqasi yo'q, bundaq musofir. Ammo vatandan pul soldira oladigan bundaq musofirga berilmaydi. Endi bu 8 turlik o'ringa qanchalik miqdorda beriladi? Bu sizlarga topshiriq, buni sizlar izlanib kelasizlar. Her bir turga berilgan miqdorni bu yerga yozasizlar. Bu sizlarga topshiriq. Endi zakat kimlarga berilmaydi? Birinchidan kofirga berilmaydi. Qanday kofirga? G'ayrimuallaf. Ya'ni qalbi moyil olmaydigan yoki uning zehnidan saqlanmaydigan hech qanday kofirga, ya'ni faqirkan deb, miskinkan deb berilmaydi kofirga. Kofirga berishning sababi ya qalbini islomga moyil, ya'ni islomning illiqligini yetkazimiz deb islomning qalbini moyilab qilish ehtimoli bo'lsa beriladi. Bu ko'p hollarda musulmonlar ojiz vaqtda bo'ladi. Yoki kofirlarning zehnini saqlash uchun bo'ladi. Uni boshqa shakllarda berishga bo'lmaydi. İkincisi nafiy qisga ega bo'lgan odamga berilmaydi. Masalan, eri xo'niga bas olmaydi. Balasiga bas olmaydi zakatni. Ya'ni chiqimiga ega bo'lgan kishilarga berishga bo'lmaydi. Üçüncü bir tur vayni zakat berishga bo'lmaydigan. Buni sizlar iznib qilasizlar, bu sizlarga topshiriq. Unda bo'lsa arkadaşlar, bizningki zakat aloqador bo'lgan hukmlar ixcham shaklda mushayad oxirlashdi. Oxirida kun hukmi berilgan, buni ishlasanglar texmi sizlarga o'zlashidi. Masalan, tuandikilardan zakat berish to'g'ri bo'ladigan va bo'lmaydiganlarni ayring deydi. Hurrun kafirun fidaril islam yamliku 100,000 dolar ve hala aleyhel hul. İslam yurtida yaşaydigan bir kafir var, 100 dolar var. Ona zakat kilemdi, kemmemdi. Muşu boyunca işleysizler. Onda olsa arkadaşlar bizden bugünkü dersimiz muşaya daxillaştı. Kelerki saatlik dersimizi görüşeyle. Esselamu aleyküm. اطلب العلم أخي فهو درب به نور به ترقى به تحيا عالما حرا فخور.